Buradan səslənirəm cənab prezidentə. Cənab prezident, Alyans şirkəti, onun dalında duran icra hakimi, Yasamal rayon icra hakimi Elşad Həsənov, Alyans şirkətində də ki İlham Bağırovdur, kimdir daha bilmirəm. Maraqlı da deyil. İcra hakiminin işçiləri, adı yadımdan çıxdı. Orada səhifəmizdə var, söyüş söyür, vətəndaşı söyür. Biz də söyə bilərik, səni də, sənin ən kübü də, böyüyü də söyə bilərik. Yoxsa söymürük. Çünki səni onsuz da söyürlər. Səni o qədər söyürlər ki, indi ənkə qalar. Cənab prezident, sizdən xahiş edirik. Bu Abdulla Şaiq küçəsi ilə Tağızadə küçəsinin kəsişməsində Sovetski, Nərmanov heykəlindən üzbəüz. Orada 2 dənə ailə qalıb, bir həyətdə indi bir-birinə bitişik evlərdir, yəni kiçik evlərdir. İndi cəmaət neynəsin, belə yaşayır, nə etməlidir? Mərkəzdə zato yaşayır bu adam. Bunun əcdadı orada yaşayıb. Öz evidir. Mülk toxunulmazdır. Pulunu istəyir, əski verirlər, zülm verirlər, əzab verirlər, dayağı, hər şey eləyirlər. İcra hakimi özü gəlib neçə dəfə baxıb ora. Yəni mən demişdim, mən xəbər göndərmişdim ki, eləmə də insanları yola verir. Ayıbdır. Səndən qabaqçı gördün neynədi getdi. Sən də onun elədiklərini eləmə. O səndən yaxşıymış. Yaxşı deyəndə ki, elə sənə kimi imiş. Nəysə. Amma səndən yaxşı idi. Sən heç olmasa bu dərəcədə eləmirdi. İnsanlara bildiyiniz əziyyət, əzab verirlər. 2 ailə elə bil evdir. O 2 evin birini evdə olmayan vaxt söküblər. Harda görünüb bu? Kim bunu eləyir? Hansı ölkədə var? Hansı ölkədə var? Bir dənəsini mənə göstərin. Bunlar qanunu oğru eləyiblər. Başa düşdünüz? Qanunu oğru. Biz hara deyək, kimə deyək, hər yana deyilib. Bir dənə bu icra hakimi ilə dalında kimdir ya, onun qohumu da nə idi, harda işləyir, yadımdan çıxdı. Xeyr olaya kiminsə dalında elə indi kimsə dayanmalıdır. Hamı Allaha güvənməlidir də, biz belə görmüşük. Mən özümə güvənirəm, özümdən də sonra Allaha. Bu cəmaatı niyə yola vermirlər? Bu ölkədə cəmaat yaşamasın, normal. Yaşamaq istəyir də insanlar. Pulunu verin, çıxsın, getsin də. Cənab prezident, sizin qoyduğunuz qanunların heç birinə əməl olunmur. Hamısı budur, bu. Biz neyniyək? Kimə deyək dərdimizi? Bu cəmaatı kim yola salmalıdır? Nurgün qrup o yandan. Bəşir Səfəroğlu 14 ünvandır. Sovetski Təzəbəy hamamını başlayıblar o tərəflərdə, Təzəbəy deyirəm, Şah Hüseyn məscidinin yanında. Başlayıblar sökməyə. Şorsu, yenə də həminki bunlardır ya, Alyans şirkətidir. Şorsu başlayıblar sökməyə. Cəmaatı razı salmırlar. Bu razılıq deyil, bu haqqa girməkdir. Düz deyə biz də kimlərə kömək eləyiriksə arxadan zərbə yeyirik. Amma bu dərəcədə olmaz da, adamın şərəfi, qeyrəti olur. Biraz varsa o, ş hərfi heç olmasa varsa belə eləmiyor. Cəmaat sizin üçün oyuncaq deyil, həyatla oynamıyor. Kişi olun, mərd olun. 5 manat, ölüb gedəcəksə ya. Ölüb gedəcəksən, heç sənin qəbrivə gəlməyəcək, sən o çapalayırsan ha kimlər üçünsə. İldə bir dəfə ad günündə ya daha haçansa gəlsələr, o da məcbur, xotu olmayacaq gəlməyə, sevinərsən. Cənab prezident, tədbir görün inşallah. Çox sağ olun.